Bismillah, elhamdülillah, və salatu və salamu alə Rasulillah və bə'd. Allahın izni ilə yenə Rasulullahdan sallallahu aleyhi və səlləm İncilər silsiləsindən davam edirik. Rasulullah sallallahu aleyhi və səlləm buyurmuşdur: Dünya ilə o qədər əlaqəm yoxdur. Onunla mən ağac altında bir qədər istirahət etdikdən sonra oranı tərk edib gedən bir yolcu kimiyəm. Muhammed sallallahu aleyhi və səlləmin məktəbi zöhd və qənaət məktəbidir. Bu məktəbin dərslərindən birində belə öyrədilir: bugün yediyimiz yeməkdən də sorğuya çəkiləcəyik. Bu məktəbin məzunu olan səhabələrdən biri deyir ki, zənginlərlə oturub durur və onlarla yoldaşlıq edirdim. Mənim paltarımdan və ya miniyimdən daha yaxşı olanlara baxıb, könlüm onlara meyl edirdi. Buna görə də məndən dərdli kimsə yox idi. Nəhayət, Rasulullah sallallahu aleyhi və səlləmin sizdən biri yaradılış və mal baxımından özündən üstün olan birini görüncə, bir də özündən aşağı olana baxsın. Bu, Allahın üzərinizdəki nemətlərini kiçik görməməyiniz üçündür buyruğunu eşitdim və bununla rahatlıq tapdım. Rasulullah sallallahu aleyhi və səlləmin səhabələrinə görə zənginlik və fağırlığın ölçüsü bu hədisidir. Kim mal və canından əmin, bədəni cəhətdən sağlamlıq və bir günlük yeyəcəyə sahib olarsa, sanki bütün dünya onun olmuş kimidir. Həmçinin Rasulullah sallallahu aleyhi və səlləm buyurmuşdur: İnsanoğluna belini doğruldacaq qədər bir neçə loxma kifayətdir. Rasulullah sallallahu aleyhi və səlləmin məktəbində keçirilən zöhd dərsindən anlayırıq ki, zöhd Allahın əlində olana öz əlində olandan daha çox güvənmək, mal varlığından bir müsibətə düçar olduqda gedən maldan çox müsibətin savabına könül bağlamaqdır. Rasulullahın sallallahu aleyhi və səlləm qurduğu dövlət dünyanın ən qüdrətli dövləti səviyyəsinə gəldiyi və o özü bu dövlətin zahirən və batinən lideri olduğu halda yenə yaşayışında heç bir dəyişiklik olmamış, yenə də dünyaya dəyər verməmişdir. Fağır və zahidanə yaşayışı lazımı qədər malı olmadığı üçün deyil, Rasulullah sallallahu aleyhi və səlləmin dünyaya dəyər verməməyindən idi. Əlbəttə bu faktdır. Biz bu dünyada yaşayırıq. Seçimlər müxtəlifdir. Amma doğru yaşamağımız üçün Rasulullah sallallahu aleyhi və səlləmdən nümunə götürməliyik. Allah azza və cəllə müvəffəq etsin. Allahumma amin. Subhanəkə Allahumma və bihamdik. Əşhədu ən la iləhə illə ənt. Əstəğfiruka və atubu ileyk.